İşğaldan azad olunan ərazilərimiz günbəgün gözəlləşir, abadlaşır, çiçəklənir və həmin ərazilərə köç kərvanları yola salınır. Həmvətənlərimiz 30 illik işğaldan sonra öz ata-baba yurtlarına qayıdırlar və hazırda azad olunmuş ərazilərdəki yaşayanların sayı 62 mindən çoxdur, kifayət qədər maraqlı göstəricidir, maraqlı statistikadır. Elə mövzunu studiyamızda müzakirə edirik və qonağım Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovdur. Fuad müəllim, salam, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir olsun. Hər dəfə siz gələndə çox maraqlı məlumatlar əldə edirik və kifayət qədər işğaldan azad olunan ərazilərlə bağlı yeni informasiyalarımız olur. Sualım bundan ibarətdir ki, işğaldan azad olunan ərazilərdə Böyük Qayıdış proqramına dair, birinci dövlət proqramına dair sizin üzərinizə, komitənin üzərinə düşən işlər nədən ibarət konkret olaraq? Öncəliklə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Real TV-nin rəhbərliyinə, birinci xəbər yaradıcı heyətinə, ölkəmiz, xalqımız, ictimaiyyətimiz olduqca mühüm əhəmiyyət kəsb edən məsələ ətrafında fikir mübadiləsi aparmaq şəraitinə görə minnətdaram və geniş tamaşaçı auditoriyamızı salamlayıram. Öncəliklə qeyd etmək istəyərdim ki, bugün biz hamılıqla Azərbaycan xalqı olaraq 5-ci il dönümünü təntənə ilə, sevinclə qeyd etdiyimiz və ölkəmizin ərazi bütövlüyünü və tam dövlət suverenliyini bərqərar etmiş tarixi zəfərimizin məntiqi nəticəsi olan Böyük Qayıdışın sevincini, qürurunu və fəxarətini yaşamaqdayıq. Və bu şanlı tarixi bizə bəxş etdikləri üçün biz ilk növbədə müqəddəs ruhları qarşısında baş əydiyimiz və Allahdan daima rəhmət dilədiyimiz şəhidlərimizə, Allahdan sağlıq və şəfa dilədiyimiz qazilərimizə və əlbəttə ki, istər tarixi zəfərimizin, istərsə də Böyük Qayıdışımızın əsas memarı və müəllifi olan Müzəffər Ali Baş Komandamıza borçluyuq. Ruhu şad olsun ulu öndərimiz Heydər Əliyevin, çünki məhz onun 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışı Azərbaycanın qurtuluşu olmaqla yanaşı eyni zamanda tarixi zəfərimizi və bugün yaşadığımız Böyük Qayıdışın möhkəm təməlini qoymuş oldu. Və bildiyiniz kimi Böyük Qayıdış dünya praktikasında öz unikallığı ilə səciyyələnən, istər miqyasına görə, istərsə də işğal vaxtında məruz qaldığı dağıltıların həcminə görə unikallığı ilə səciyyələnən Böyük Qayıdış ölkəmiz qarşısında 2030-cu ilədək duran sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir və məhz bunun əsnasında möhtərəm cənab prezidentimizin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərlə Böyük Qayıdışa dair birinci dövlət proqramı təsdiqlənmişdir və dövlət proqramı və onun tədbirlər planından irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında mühüm vəzifələr qoyulmuş. O cümlədən Dövlət Komitəsi 5 fəaliyyət istiqaməti üzrə əsas icraçı qurum, 12 fəaliyyət istiqaməti üzrə isə digər icraçı qurum kimi müəyyənləşdirilmişdir. Əsas fəaliyyət istiqamətləri dedikdə ilk növbədə qayıdışın bünövrəsinin təməlini təşkil edən keçmiş məcburi köçkün soydaşlarımız arasında sosioloji sorğuların aparılması, onların qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, bərpa qrafikına uyğun olaraq yenidən qurulmuş, inşa edilmiş və yaxud bərpa edilmiş evlərə və mənzillərə keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışının texniki təşkilatı məsələlərinin həlli, keçmiş məcburi köçkünlər arasında məlumatlandırma, təbliğat, təşviqat kampaniyaların aparılması, bu prosesin yerli və xarici kütləvi informasiya vasitələrində işıqlandırılması, xüsusi qaynar xətt xidmətinin yaradılması və adaptasiya məsələlərinin səmərəliyini yüksəltmək məqsədi ilə aidiyyəti dövlət qurumlarının əməkdaşları üçün peşəkar təlimlərin keçirilməsi və nəhayət dayanıqlı icmaların yaradılması məqsədi ilə keçmiş məcburi köçkün soydaşlarımız arasında reinteqrasiya tədbirlərinin həyata keçirilməsidir. Siz bayaq düz buyurdunuz, bugün artıq
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 62 mindən çox soydaşımız məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir, geniş miqyaslı bərpa, quruculuq işlərində yaxından iştirak edir və xatırınızdadırsa, möhtərəm cənab prezidentimiz ilin əvvəlində səhv etməsi yanvarın 7-sində yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdik ki, bu ilin sonuna dək 30-a yaxın yaşayış məntəqəsində böyük qayıdışa start verilməsi nəzərdə tutulur və bugün fəxarətlə qeyd edə bilərik ki, həmin hədəf artıq həmin hədəfə nail olunub. Bugün 30 yaşayış məntəqəsində o cümlədən 6 şəhər, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Füzuli və Cəbrayıl, 2 qəsəbə, Hadrut və Qırmızı Bazar və 22 kənddə artıq böyük qayıdış salnaməsi başlanıb və nəzərə alsaq ki, ilin sonuna dək daha bir neçə yaşayış məntəqəsinə böyük qayıdışlı start verilməsi nəzərdə tutulur. O cümlədən 3 şəhər ölkəmizin ən böyük şəhərlərindən 4-cü şəhər olacaq Ağdam şəhərinə nə vaxtsa ermənilər tərəfindən, erməni vandalları tərəfindən Qarabağın Xirosimas adlandırılır. Bugün isə ölkəmizin, Qarabağımızın ən füsunkar, ən gözəl güşələrindən birinə çevriləcək Ağdam şəhərinə, Xankəndi şəhərinə, Zəngilan şəhərinə, həmçinin Zəngilanın, Cəbrayılın, Ağdərənin, Xocalının, Xocavəndin bir neçə yaşayış məntəqəsinə böyük qarşı start verilməsi nəzərdə alınaraq, əlbəttə ki, ilin sonuna dək böyük qayıdışın start veriləcək yaşayış məntəqəsi, təyinat məntəqələri 40-a yaxın olacaq. Və bu proses günü-gündən daha da böyük intensivliklə həyata keçirilir, davam olunur. Fuad müəllim, bu proses necə reallaşdırılır? Ümumiyyətlə, əvvəldən sonra istərdim ki, izləyicilərimiz də eşitsin. Komitə tərəfindən qayıdış necə həyata keçirilir? İlk mərhələdə hansı proseslər reallaşdırılır? İlkin olaraq bütün keçmiş məcburi köçkün soydaşlarımız arasında sosioloji sorğular keçirilir. Onların qayıdışı ilə bağlı, niyyətləri ilə bağlı bütün məlumatlar Dövlət Komitəsi nəzdində yaradılmış ilk addım, inamlı, ləyaqətli, könüllü addım layihəsi çərçivəsində qayıdış və reinteqrasiya elektron məlumat idarə etmə bazasına yerləşdirilir və həmin məlumat bazasında keçmiş məcburi köçkünlərə aid bütün məlumatlar cəmləşir və aidiyyəti dövlət qurumları ilə bütün bu məlumatlar mübadilə olunur. Və onu da qeyd etmək istərdim ki, sorğuların nəticəsinə uyğun keçmiş məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti nəinki öz doğma torpaqlarına qayıtmaq niyyətini bildirmiş, həmçinin geniş bərpa quruculuq işlərində yaxından iştirak etmək niyyətlərini bildirmişlər. Həmçinin Dövlət Komitəsi bu sahədə ölkəmizin ən qabaqcıl təhsil müəssisələrindən biri olan ADA Universiteti ilə çox sıx əməkdaşlıq şəraitində öz fəaliyyətini göstərir. 2 layihəmiz mövcuddur. 45 min məcburi köçkün ailəsi əhatə olunaraq, yəni burada təkcə sosioloji sorğular deyil, həmçinin tədqiqatlar, çox müfəssəl alimlərin iştirakı ilə müfəssəl sorğular aparılır və bugünədək Dövlət Komitəsi tərəfindən ümumilikdə 63 şəhər və rayonlarında məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımız arasında 95 min ailə, 350 min nəfər soydaşımız əhatə olunmaqla sorğular keçirilmiş və yenə də qeyd etmək istəyərdim ki, bu sorğular həm üz-üzə, həm telefon vasitəsilə keçirilir və mütləq əksəriyyəti keçmiş məcburi köçkünlərimizə mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq niyyətini bildirmişlər. Fuad müəllim, bu keçmiş məcburi köçkünlərə verilən müavinatlar neçə müddət davam edəcək? Ümumiyyətlə, qanunvericilikdə bu necə tənzimlənir? Çünki bu həm də bir müzakirə predmetidir yeri gəlmişdən. Keçmiş məcburi köçkün soydaşlarımıza dair Azərbaycan dövləti tərəfindən görülən sosial müdafiə tədbirləri milli qanunvericilikdə öz əksini tapıb. Belə ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına əvvəlki yaşayış yerinə
təbirlərinə qayıtmaq imkanı yarandığı gündən 3 il müddətində sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin verilməsi, təhsil haqqının ödənilməsi və s. Tədbirlər nəzərdə tutulur. Məsəl üçün, 2022-ci ildə ilk qayıdış Zəngilan rayonunun Ağalı kəndinə baş vermişdi. Bilirsiniz ki, yəni Ağıllı kənd konsepsiyası çərçivəsində inşa edilmiş Ağalı kəndinə və artıq 3 il müddəti bitdikdən sonra həmin keçmiş məcburi köçkünlərin artıq Azərbaycan dövləti tərəfindən onlara edilən sosial müdafiə tədbirləri dayandırılır və bu müntəzəm olaraq Dövlət Komitəsi tərəfindən məlumatlandırıcı kitablar, broşurlar, sosial çarxlar, video çarxlar vasitəsilə həmçinin keçmiş məcburi köçkün soydaşlarımız arasında evlərinə, mənzillərinə dair püşkətmə tədbirlərində bütün bu məlumatlar onların diqqətinə çatdırılır. Fuad müəllim, bizim həmvətənlərimiz ki, işğaldan azad olunan evlərinə qayıdırlar, orada o ərazilərdəki evlərinə qayıdırlar. Onların məşğulluğunun təmin olunması necə həyata keçirilir? Bir də bu proses öncədənmi başlayır? Yəni, həmin vətəndaşlar köçmədənmi bilirlər ki, harada işləyəcəklər, hara gedirlər, nə işlə məşğul olacaqlar, yoxsa bu daha sonra həyata keçirilir? Çox gözəl sualdır. Ümumiyyətlə, məşğulluq böyük qayıdışın əsas sütunlarından biridir. Cənab Prezidentimiz də dəfələrlə müxtəlif tədbirlərdə bəyan etmişdi və ləyaqətli həyat şəraitini təmin etmək üçün məşğulluğun təmin olunması olduqca mühüm amillərdən biridir. Və qeyd etdiyim kimi, keçmiş məcburi köçkün soydaşlarımız arasında qayıdışdan öncə sorğular keçilir, onların təhsil, məşğulluq imkanları araşdırılır. Ümumiyyətlə, köçdən sonra işğaldan azad edilmiş əraziləri hansı işlə məşğul olmaq niyyətləri araşdırılır və əgər lazım gəldikdə həmin keçmiş məcburi köçkünlər Dövlət Komitəsi və aidiyyəti digər dövlət qurumları tərəfindən təşkil olunan kurslara, peşə kurslarına yönləndirilir və bu proses təbii ki, həm köçdən öncə, həm köç vaxtı həyata keçirilir. Dövlət Komitəsi bu sayədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Elm və Təhsil Nazirliyi, Təbib, Səhiyyə Nazirliyi, Kiçik və Orta Biznes İnkişaf Agentliyi və digər aidiyyəti qurumlarla sıx əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirir və məşğulluq məsələsi yenə də qeyd etdiyim kimi həmişə Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Siz indi aidiyyatı strukturların adlarını çəkdiniz və elə müsahibənizin də əvvəlində vurğuladınız ki, təlimlər edirsiniz. Təlimlər anladığım qədərlə bu qurumlarla birlikdə həyata keçirilir, yoxsa onlar üçün həyata keçirilir? Məcburi köçkünlər üçün təşkil olunan təlimlər həm Dövlət Komitəsi, onun daxili imkanları, beynəlxalq təşkilatlar da belə deyək, layihələr çərçivəsində həyata keçirir. Həmçinin aidiyyəti dövlət qurumları, ələxüsus Əmək və Sosial Müdafiə Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznes İnkişaf Agentliyi tərəfindən müxtəlif sahələri əhatə etməklə təşkil olunur və qeyd etmək istəyirəm ki, son illərdə Dövlət Komitəsi tərəfindən keçirilən 350 belə bir təlim tədbiri keçirilmişdi və 12.000 keçmiş məcburi köçkün soydaşımız müxtəlif sahələri əhatə etməklə həmin təlimlərə cəlb olunmuş, sahibkarlıqla bağlı, icmaların yaradılması ilə bağlı, icma səfərbərliyi ilə bağlı, psixososial reabilitasiya ilə bağlı müxtəlif təlimlərə cəlb olunmuş və bundan bəhrələnmişlər. Fuad müəllim, köçməzdən əvvəlmi keçirilir bu təlimlər və ümumiyyətlə müddəti nə qədərdir? Həmin təlimlər, bəli, köçdən, qayıdışdan əvvəl keçirilir. Müxtəliflər, bir neçə həftə də ola bilər, bir ay da ola bilər, müxtəlif sahələr, yəni yenə də o bilik bacarıqların tələbinə uyğun olaraq müxtəlif müddətli təlim kursları və həmçinin keçmiş məcburi köçkünlərə həmin kursları bitirdikdən sonra sertifikatlar da təqdim olunur. Yəni müxtəlif sahələri əhatə olmaqla, məsəl üçün saç bərbəri, qənnaçı və s. onlara artıq sertifikat da təqdim olunur ki, bu sahədə onlar fəaliyyət göstərə bilsin. Mina sahəsindəki maarifləndirmə prosesi necə həyata keçirilir? Çünki biz video görüntülərdə də görürük ki, onlar köçəndən sonra, daha doğrusu ünvan başına çatanda
müəyyən bir anamanın əməkdaşı yaxınlaşır və göstərir. Ələxüsusda bu uşaqlara göstərilir. Çünki uşağa izah edə bilmərsən ki, buna toxunmaq olmaz, bu təhlükəlidir. Tamamilə doğru buyursunuz. Əfsuslar olsun ki, mina torpaqlarımızın minalarla və digər partlamamış hərbi sursatlarla çirklənməsi keçmiş məcburi köçkün soydaşlarımızın qayıdış prosesini ləngidir və artıq 400-dən çox bizim soydaşımız, mülki əhalimiz son 5 ildə mina qurbanları olmuş, həyatlarını itirmiş və yaxud ağır itkilərə məruz qalmışdır. Və bu sayədə də Dövlət Komitəsi öz fəaliyyətini aidiyyəti qurumlarla, o cümlədən ANAMA, Azərbaycan Mina Təmizləmə Agentliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, bir sıra beynəlxalq təşkilatlarla öz fəaliyyətini qurur. Belə ki, qapıdan qapıya layihə çərçivəsində ANAMA və Azərbaycan Qızıl Aypara cəmiyyətləri ilə birlikdə 24 min keçmiş məcburi köçkün soydaşlarımız əhatə olunub. Onlara mina təhlükəsinə dair məlumatlar təqdim olunur, kitablar, broşurlar təqdim olunur. Mina təhlükəsinə dair nişanlara diqqət yetirilməsi zərurəti çatdırılır. Eyni zamanda keçmiş məcburi köçkün soydaşlarımızın püşkatma mərasimlərində, tədbirlərində, sosial müdafiə maarifləndirmə tədbirlərində mina təhlükəsi ilə bağlı onlara maarifləndiricimizi video çarxlar, sosial çarxlar təqdim edilir və həmçinin onları maraqlandıran suallar cavablandırır. Eyni zamanda keçmiş məcburi köçkün soydaşlarımızın məktəbli uşaqları arasında da belə tədbirlər həyata keçirilir. Əlbəttə ki, müxtəlif, fərqli bir formatda animasiya filmləri vasitəsilə, animasiya oyunları, interaktiv oyunlar vasitəsilə, belə ki, Dövlət Komitəsi bu sayədə Mindmark Niderland qeyri-hökumət təşkilatı ilə öz fəaliyyətini qurur, tənzimləyir və keçmiş məcburi köçkün soydaşlarımızın kompakt məskunlaşdığı bir çox qəsəbələrdə, hündür mərtəbəli binalardan ibarət yaşayış komplekslərində belə bir tədbirlər müntəzəm olaraq həyata keçirilir. Fətməm, qaynar xəttiniz vurğuladığınız ki, fəaliyyət göstərir. Qaynar xəttdə anladığım qədərilə gün boyu fəaliyyət göstərir, 24 saatlıqdır və hansı daha çox müraciətlər daxil olur ora? Hal-hazırda ən çox müraciətlər böyük qayıdışla bağlıdır. Və çox qürur verici və sevindirici hal ondan ibarətdir ki, günü-gündən böyük qayıdışın coğrafi arealı genişləndikcə keçmiş məcburi köçkün soydaşlarımızın qayıtmaq istəyi günü-gündən artır və əksər müraciətlər məhz böyük qayıdışla bağlıdır. Odur ki, Dövlət Komitəsində bütün bu istəklər nəzərə alınaraq Dövlət Komitəsi rəhbərliyi demək olar ki, hər gün keçmiş məcburi köçkün soydaşlarımızın qəbulunu təşkil edir. Dayanıqlı məskunlaşma komissiyası, müvəqqəti məskunlaşma komissiyasının rəhbərləri gündəlik olaraq vətəndaşlarımızı qəbul edir. Onların maraqlandırır, suallar cavablandırır, aidiyyəti üzrə tədbirlər görülür və demək olar ki, hər həftə köç kərvanları yola salınır. Qeyd etdiyim ki, artıq 30 yaşayış məntəqəsinə böyük qayıdış salınması start verilib və biz əminik ki, ölkəmizin ali rəhbərliyinin başçılığı ilə Azərbaycan dövləti yaxın gələcəkdə Qarabağımızı, Şərqi Zəngəzurumuzu sözün əsl mənasında cənnət məkanına çevirəcək, sülh və tərəqqi məkanına çevirəcək və dünya ictimaiyyətinə keçmiş məcburi köçkün soydaşlarımızın post-münaqişə reinteqrasiyası və reabilitasiyası üzrə yeni dünyəvi model təqdim edəcək. Fatmə, mənə maraqlıdır, çünki mən bir neçə dəfə eşitmişəm bu haqda, elə mənim özümə də suallar ünvanlayırlar ki, mən işğaldan azad olunan ərazilərdə öncədən yaşamamışam, amma mən ora qayıdıb yaşaya bilərəm. Daha doğrusu, mən də qayıdışın bir parçası ola bilərəm. Qaynar xəttinizə belə bir zənglər daxil olurmu? Təbii, qaynar xəttə də belə müraciətlər olur. Bilirəm ki, işləyənlər var, orada çalışanlar var, amma sırf yaşamaq məqsədi ilə getmək istəyənlər də var. Belə müraciətlər həm qaynar xəttə daxil edir, həm yazılı, şifahi şəkildə belə müraciətlər daxil edir. Onu qeyd etmək istəyirəm ki, ilk növbədə
keçmiş məcburi köçkün soydaşlarımıza üstünlük verilir və ən ağır şəraitdə yaşayan yataqxanalarda, sanatoriyalarda, pansionatlarda, digər inzibati binalarda, həmçinin başqa vətəndaşlara məxsus olan evlərdə və mənzillərdə məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımız daimi qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə öz doğma torpaqlarına qayıdır və əlbəttə ki, şəffaflığı və ədalət prinsiplərini rəhbər tutaraq evlərin və mənzillərin bölgüsü püşkətmə yolu ilə aparılır. Dövlət Komitəsində təşkil olunmuş püşkətmə tədbirlərində həm Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri, Dövlət Komitəsi yanında İctimai Şuran, həmçinin keçmiş məcburi köçkün soydaşlarımız özləri iştirak edir. Və təbii ki, sonraki mərhələdə digər, yəni təbəqələrə də Qarabağda və Şərqi Zəngəzurda evlər, mənzillər əldə etmək imkanı yaradılacaq. Fatma müəllim, çox sağ olun, təşəkkür edirik. Gəlib suallarımızı cavablandırdınız və xoş xəbərlər verdiniz bizə. Mən sizə təşəkkür edirəm və arzum ondan ibarətdir ki, tezliklə hər bir keçmiş məcburi köçkün soydaşımız böyük qayıdışın sevincini və qürurunu yaşaya bilsin. Biz də həmin o xəbərləri yayımlayaq. Çox sağ olun Fatma müəllim, çox sağ olun və vurğulayım ki, studiyada qonağım qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov idi. Biz onunla birlikdə böyük qayıdışdan danışdıq. Artıq həmvətənlərimiz öz ata-baba yurtlarına qayıdırlar və hazırda azad olunmuş ərazilərdə yaşayanların sayı 62 mindən çoxdur hətta. Və kifayət qədər sevindirici bir rəqəmdir. Ümid edirik ki, tez bir zamanda bütün həmvətənlərimiz qayıdar öz el obalarına. Belə, bizə ayrılan vaxt başa çatdı. Sabah görüşərik. Hələlik.